Aprelin 30-da Ağcabədi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilib. İclası giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov gündəlikdə duran mühüm məsələləri şura üzvlərinin və aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdırıb. Geniş tərkibli toplantıda rayonun sosial-iqtisadi həyatı üçün əhəmiyyət kəsb edən 3 əsas istiqamət üzrə məruzələr dinlənilib. İclasda ilk olaraq ana və uşaq sağlığının qorunması məqsədi ilə yaradılmış hamilə qadınların və 0-1 yaşlı uşaqların elektron uçaq sisteminin fəaliyyəti təhlil edilib. Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi Təşkilat və İctimai-Siyasi Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova məruzə ilə çıxış edərək riskli hamiləlik hallarının nəzarətdə saxlanılması və perinatal ölüm hallarının qarşısının alınması istiqamətində görülən tədbirlərin səmərəliliyi barədə məlumat verib. Bildirilib ki, bu sistem vasitəsilə tibbi nəzarət daha effektiv şəkildə həyata keçirilir. Daha sonra kənd təsərrüfatı üçün aktual olan suvarma suyunun təminatı məsələsi müzakirəyə çıxarılıb. Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və Memarlıq Tikinti Məsələləri şöbəsinin müdiri Toğrul Bünyatov Ağcabədi Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən mövcud su mənbələrindən səmərəli istifadə edilməsi və suvarma suyuna olan tələbatın ödənilməsi istiqamətində görülən işlərdən bəhs edib. Həmçinin bununla bağlı ötən ilin aprel ayında qəbul edilmiş qərarın icra vəziyyəti və qarşıda duran vəzifələr ətraflı təhlil olunub. İclasda şəhərsalma qaydalarına riayət olunması və qanunsuz tikililərə qarşı mübarizə tədbirləri də müzakirə olunub. Aparatın Sosial-iqtisadi və Memarlıq Tikinti Məsələləri şöbəsinin müdir müavini, sektor müdiri Səfər Səfərov şəhərsalma və tikinti məcəlləsinin tələblərinə uyğun olaraq əhali arasında aparılan maarifləndirmə işləri haqqında məruzə edib. Qanunsuz tikililərə qarşı mübarizə və digər bir neçə məsələ ilə bağlı həmçinin Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Xətai Zeynalov çıxış edib, mövcud nöqsanları diqqətə çatdırıb, bu kimi halların qarşısının alınmasında kənd bələdiyyələrini, icra nümayəndəliklərini də fəallıq göstərməyə çağırıb. Qaldırılan hər bir məsələ ilə bağlı iclas iştirakçıları ilə fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq tapşırıqlar verilib. Aparılan müzakirələrdən sonra hər 3 məsələ üzrə qərar layihələri oxunaraq yekdilliklə qəbul edilib. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi İnternet televiziyası üçün.